Salam əziz dostlar, bu günlərim sizə böyük formatlı keramogranitin hamam otağına və ayaq yoluna, unitazın arxası hissəsinə necə kəsilib işləndiyini göstərmək istəyirəm. Çox bilirsiniz ki, həssas, həm də bir təhlükəli bir işdir. Çünki qiyməti də həddən artıq baha olur. İtalyan keramogranitidir. Eni 1,50, hündürlüyü isə 3 metr. Həm ağırlıq çəkisi, həm də sərt keramogranitdir. Onlar da dəqiq ölçü ilə tam hamısı deşilməlidir, kəsilməlidir ki, heç bir problem olmasın. İnşallah onları bacardığımız qədər çalışacağıq ki, tam dəqiq yerinə yetirək. Deməli, o boltların yerini işarələdikdən sonra 20'li karonka ilə onları deşəcək. Təbii ki, karonkalardır. Kəsən diskləri çox keyfiyyətli. Bax, bu karonka ilə onu çox sürətli şəkildə davam edirik o dəliyi açmağa. Möhtəşəm, bax, özünüz də baxın, görün. Sürətli bir şəkildə növbəti bir dəliyi, əsas boltların yerini açacağıq. Qalan hissəni də üstündə vurandan sonra quruyur. Şablon vasitəsilə təzədən bağlayıb ora həmən dəliyi açırıq. Burada növbəti boltun yeri açıldı. İnşallah izləyin. Keramogranitin üstündə olan karonka dəstləri, disklərimiz, şkurkası, mərtəbə konus. Növbəti bax, bu 140 razmer olan iBox'in yerini açmaq üçün bir karonkadır. Bu razmerdə Asus firmasına məxsusdur. Yəni bizim adımızı daşıyan, bu da bizim sifarişlə gələn bir karonkadır. Həqiqətən tapılmayan bir karonkadır. Lagon deyə bağlanan 140'lıq bunlar karonka deyirlər. Hamam otaqlarında olan iBox'lar, bax, bundan açılır yeri. Bunu da işlətmək çox təhlükəlidir. Çalışın, istifadə edən zaman ehtiyatlı olasınız. Biraz lagondanı, yəni aborutu drajeniya belə deyək verir. Yəni özü gözləyirsiniz, ehtiyatla kəsə bilərsiniz. Amma tam dəqiq öz razmeridir. Bunu da mən Çinqaçuk qaqalarıma sifariş vermişim. Bax, bu da iBox'in yeri. Çox sürətli, keyfiyyətli karonkalardır bunlar. Alıb istifadə eləsəz görəcəksiniz ki, bax, tam ideal. Həm çırpı sıfır verir, həm də ki, sürətli kəsim edir. Bu da hazırdır. Ondan sonra keçəcək növbəti kəsintimizə. Hamısını tam izahla sizə göstərəcək. Siz əziz usta qardaşlarımız öyrənsin. Bu da bir 8'lik karonkadır, lagon deyə bağlanan. Bu da unitazın baçokuna su basılan knopkaların o hissəni kəsirik ki, birbaşa lagon deyilən kəsir, sınma ehtimalı var. 4 bir tərəfin 8'lik karonka ilə deşəcəyik. Ondan sonra lagon deyilən kəsəcəyik ki, sınma təhlükəsi sıfıra bərabər. Bax, görürsünüz, bu da ikinci dəliyi açılır. Tam 4 bir yanın hamısını deşəcəyik 8'lik karonka ilə. Bunun 6'lıqları da var bizdə, 10'luqları da var. Asmandan usta mağazasında yeni müasir alətlər hamısını əldə edə bilərsiniz. Yox, görürsünüz, Asus diskləri, şir diski, sterling hamısından istifadə olunur. Bax, bu da 4-cü dəliyi açılır. Ondan sonra bir də göstərəcək hamısını. Sürətli, çox keyfiyyətli. Hələ su vurmuruq. Su vursaq daha da ömrü uzun olar. Əla. Bu da şir diskimiz. Bağlayırıq. Çox sürətli kəsim edir. Həm də çırt sıfıra bərabərdir buradan. Özünüzdən izləyəcəksiniz ki, yalan məlumat bizlik deyil. Hamı özümüz istifadə edirik satdığımız alətlərdən ki, reallığında görəsiz ki, həqiqətən saxta reklam bizim işimiz deyil. Həm özümüz işlədirik, həm də siz əziz izləyicilərimiz, usta qardaşlarımız görür. Bax, belə. Deməli, bu hissələr də kəsilir. Baçokun üstündə olan bir dəlikdir. Oradan suyu basmaq üçün unitaza o hissədir. Kvadrat bir kəsilir. Müştərinin istəyinə əsasən. Buna da tam izləyin, baxın. Çalışdığımız qədər həmişə videolarımızda maarifləndirici videolar çəkirik ki, bilməyən qardaşlarımız, sənətə yeni başlayan qardaşlarımız rahatçılıqla bunlardan istifadə eləsin. Bax, 4 bir tərəf dəlik olandan sonra sınma ehtimalı sıfıra bərabərdir. Çünki böyük formatlı keramogranitlər hamam otağından salmaq bunlar çox çətindir.
qapı hissədən. Ona görə sınma ehtimalı çox olur. Bunlarla çalışasınız ki, körpə uşaq kimi davranasınız. Həssas bir kəsimdir. Bunu da belə kəsirik. İnşallah bax görürsünüz. Biraz bu hissədə qalmışdı. Buranı da yenidən kəsəcəyik. Tamam, hazır. Bixayın belə bir gözəl bantusu var. Bax necə yapışır, saqqız kimi. Bunu da belə götürdük. Tamam, təhlükənin biri də soğuşdu. Burada bir dənə daha bir dəlik qalıb. Su krantı bağlanan bir yerdir. İnşallah oranı da açacağıq ki, orada da su krantının yeridir. Bu da hardasa 25'li karonka ilə açılır. 25'li karonka ilə bu hissəni də açdıq. 32'den də istifadə edə bilərsiniz, 25'ten də istifadə edə. 32 daha rahat olar. Tam hazır. Matamızı da qarışdırırıq. Bax belə Asus matalardan keyfiyyətli matadır. Bilənlər bilir. Ondan da istifadə edə bilərsiniz. Tüklü matalar. Ondan sonra mütləq bu keramogranitinin arxasına şpaklovka kimi matanı çəkməlisən ki, tutumu daha da gözəl, daha da keyfiyyətli. Bunu nə sülümdən içəri saldıq, o inşallah onu göstərmədik. Prosto video çox uzun olur. YouTube'da daha gözəl olar. YouTube kanalımızda da paylaşım edirik. Asman Usta yazaraq orada da izləyə bilir. Divarı da kilit daraqla daraqlayırıq ki, biraz əyriliklər olur deyənə tam tutulma ehtimalı keyfiyyətli olsun, effektli olsun. Bax belə, bu da hazırdır. Vandan da belə çölə çıxarırıq. 3 nəfərə Divilvi Vüsal qardaşım mənim ustamdır, həm də sənətkar, tanınmış, seçilmiş ustalardandır. Reklamı az, amma sənəti böyük. Mən az qala yapışmışdım divara. Bir tər oradan canımı qurtarıram. Gəlirəm buradan yenə də kömək edirəm. İnşallah şunurlar da bura ağıllı ev sistemi olduğuna görə çox həddən artıq şunur çoxdur. Mübarizlərimiz çəkib. Ona görə də inşallah burada işləmək dəqiqlik, həssaslıq, həm də professionallıq tələbi. İnşallah şükür Allaha ki, ilk dəfə yoxlamadan birbaşa vururuq. Tam hamısı yerbəyer oturdu. Bu özü usta qardaşlar bilir ki, necə bir sevincli haldır ki, o kəsdiyin dəliklər tam idealını yerinə gəlir. O boltları açıb çıxartmışıq, bağlayacağıq inşallah onu da yerinə. Ondan sonra şablonu taxıb üstünə gedəcək ki, quruyandan sonra gələk neyniyə, təzdən o unitazın, suyun yerlərini də açaq. Vantuslarımız da çox möhkəm, keyfiyyətlidir. 220 kilonu qaldıra biləcək bir vantuslardır. Bax, tam ideal, hamısı yerbə yer. Orada boltları bağlayandan sonra Baksavetdə işimizdir bu. Allah xeyirli eləsin. Bax, görsən.